Sınaqlardan sonra qalan üzdəki çapırların, çukurların ev şəraitində müalicəsi necədir? Bu, mənə gələn ən çox suallardan biridir. Bu videonu çəkməkdən məqsədim bildirmək istəyirəm ki, çox təəssüflər olsun ki, heç bir krem, heç bir maska, bunu altını çizərək söyləyirəm ki, heç bir maska, heç bir krem üzdəki sınaqlardan sonra qalan çapırların izlərini aparmaqda yardımcı olmayacaq. Mənim də üzümdə vaxtilə çıxan sınaqlardan o vaxtı o çıxan sınaqlara düzgün davranmadığım üçün bu cür çapıqlar, çukurlar əmələ gəlib üzümün yanaq nahiyəsində, çənə nahiyəsində. Təbii ki, biz ev şəraitində sınaqların qarşısını ala bilərik maskalarla, düzgün qulluqlarla, ləkələrin müəyyən qədər rəngini aça bilərik. Bunlar mümkündür. Hətta düzgün qidalansaq o sınaqların çıxmasının da qarşısını ala bilərik. Lakin çapıqlar, çukurlar bunlar mümkün deyil. Bunun üçün sizə məsləhət verəcəyim yeganə bir şey var ki, düzgün, doğru həkim kosmetoloqa müraciət edəsiniz, işinin professionalı olan bir həkim kosmetoloqa müraciət edəsiniz və orada kosmetoloji prosedurlarla üzünüzdəki o çapırları aradan götürmək mümkündür. Bunun yeganə yolu budur, xanımlar. Düşünürəm ki, hər şey aydın oldu və kiçik bir məsləhət də vermək istəyirəm ki, əgər üzünüzdə sınaqlarınız varsa, çalışın üzünüzə çox oynamayasınız, onları sıxmayasınız. Bilirəm, bu hamıda çoxumuzda bir kompleks yaradır, amma bunu sıxsaz daha da betər bir vəziyyətə gələcək və müalicəsi daha da çətin olacaq. Ona görə düzgün bir proqram təyin edərək üzünüzdəki sınaqları quruda bilərsiniz, onu aradan götürə bilərsiniz və sınaqlardan sonra qalan ləkələri də aradan yavaş-yavaş, mərhələ-mərhələ qaldıra bilərsiniz.